Axır ki gəlib çatdıq 53-cü mənzilə. Bax bu evdə Elza xanım gəlin olub, neçə illər bu evdə yaşayıb. Qapını döyək görə yüzümüzə kim qapını açacaq? Kamera nədir deyirəm orada? Kameradır da çəkilişdir. Əsləmirəm. Elza xanımın yoldaşısınız? Ay qızım, qoy mən düzünü deyim. Mənim oğlum Elzanı sevməyib. Onu Elşənə biz almışıq. Elşən əskərlikdən təzə gəlmişdi ki, axşam tərəfi idi. Biz qızım Arzunun yaxın rəfiqəsi olan Elzanın xətrini çox istəyirdik. Dedik ki, bu qızı Elşənə alaq. Ailəsini də tanıyırıq. Oğlum da o biri otaqda uzanmışdı. Bizim söhbətimizi eşidib yorğana bürünmüş halda yanımıza gəldi. Dedik ki, Elşən səni evləndiririk. Dedi, yaxşı, kimi alırsınız? Dedik ki, Arzunun rəfiqəsi Elzanı, tüllü qızı. O da dedi ki, özünüz bilin, kimi alırsınız, alın. Vəssalam, Elza bizim gəlinimiz oldu. Qardaşım əskərlikdən təzə gəlmişdi. Dedim ki, Elza adlı rəfiqəm var. Ağıllı, tərbiyəli qızdır. Bir yerdə oxumuşuq. Qardaşım özü istəməyib onu. Bir-biri ilə nə görüşüblər, nə də seviblər. Bir həftənin içində nişan olub. Toy edib gəlin gətirmişik. Onun toyunda dincəldik. Necə belə ürəkdən belə əyləndik onun toyunda. Və pianino da özü çaldı təkcə. Başqa bir musiqiçi yox idi. Toyunda misal üçün olsaydıq, mən razı olmazdım elə kiməsə getsin o. Daha razı olmazdım ki, o kimsə musiqi sahəsindən başı çıxmayan adama getsin. Bizim qonşumuz var idi, hətta 2-ci 9 mərtəbədə Gürcüstanı. Ondan ötürü ölürdülər. Daha deyirdilər, Elza bir dənə hə deməndə nə olar? Oğlum Elzaya dedi ki, ya məni tut, ya da oxumağına. Elza cavabında dedi ki, sənin kimi oğlandan taparam, oxumağımdan tapmaram. Mən oxumağımı sevirəm. Biz də dedik ki, sevirsən, Allah sənin yolunu açıq eləsin. Oğlum Biləcərdə ona 2000 manata ev də aldı. Ayrıldıqları gün Elza və uşaqlarına dəniz qırağında kabab qonaqlığı da verdi. Sonrası uşaqları yığıb apardı Biləcərdəki təzə evə. Biz həmişə uşaqlara baxmışıq və baxırıq da. Oğlu bizimlə nəfəs alır. Elza demişdi ki, yuxuda görmüşəm ki, qarşıma nurani kişi çıxıb deyib ki, Elza bala sənətini davam etdir. Qızım, o vaxt oxumaq belə dəbdə deyildi. Oxuyana, televizora çıxana pis baxırdılar. İndi olsaydı nə vardı ki, mən şəxsən öz əlimlə onu oxumağa göndərərdim. Nənəmiz belə bir söz dedi ki, bu qız oxumağı o qədər çox istəyirdi ki, ailəsini də buna qurban verdi. O sizi də qurban verə bilərmi oxumağa? Siz bayaq bir fakt dediniz mənə ki, o konservatoriya 5 yer imtahan vermişdi, hamısına da qəbul olmuşdu. Hamısına qəbul olmuşdu, bəli. 5 yerə seçim eləmək üçün o fikirləşdi, bir yeri seçdi, bəstəkarlığı. Orada da oxudu. Onda ailəli idi də, hə? Bəli, ailəli idi, iki uşağı da var idi. Burada nədən dərs deyirdi? Burada o fortepianodan dərs deyirdi burada. Bəs məsələn belə bir söhbət yayılıb ki, o konservatoriyada təhsil almaq istədiyinə görə, halbuki o heç birinci müğənni olmaq istəməyib, bəstəkar olmaq istəyib. Ona görə onun ailəsindən. Yox, o barədə heç düşünməmişəm. O elə oxuyanda ailəli idi, ailə problemlər tamiz başqa şeyə görə ola bilsin daha. Nəsə bir davadalaş, intriqa olurdu tam nənə ilə ana arasında. Balaca uşağın Əkbərin danışığını atamı istəyirəm, atam gəlsin, ağlaya-ağlaya atasını istəyirdi, atası gəlirdi, atasının özü uşaqları çox istəyirdi. Amma hiss olunurdu ki, uşaq atanı burada istəyirdi, ora qayıtmaq istəmirdi. Çalışmasınız ki, birləşdirəsiz onları da, bir cəhdlər olub. Bəli, çalışmışıq. Kim ipək atmayıb? Ananız, atanız? Biz ayrı da qalanda papam həftədən bir neçə dəfə gəlib dəyirdi bizə. Anamla papamın münasibətini görürdüm ki, yaxşıdır. Onların yoldaşına burada sözü oldu. Elə yoldaşına dediyi söz yadımdan heç vaxt çıxmır ki, deyirdi ki, mən sizdə yaşayırdım da, elə eləydiniz, mən oradan çıxmıyordum. Ələkbər, familiyamız necədir? Qasımov. Ələkbər Qasımov. Ananın familiyası ilə getmirsiniz. Ananızın familiyası necədir? Mamamda hal-hazırda pasportda Qasımov var. Qasımov. Öz familiyasıdır. Ailə qurandan sonra da. Atanızın familiyası. Öz familiyası Əhmədov. Əhməd. Bəs niyə qalıb onun üzərində bu familiya? Ayrılandan sonra necə familiyadan çıxılar axı? Düşməyib üstünə, qalıb da belə. Maneçilik öyrətməyib. Nəfər var, qalıb da. Yadımda belə bretkalar qoyurdu, tüllə, zatla, ondan sonra belə qəribə paltarlar geyirdi, qolunun biri var, biri yox. Bizə gülməli gəlsə də belə biz baxıb gülürdük ki, bu necə geyim. Amma o qədər sərbəst onu eləyirdi ki, belə biz onu ancaq elə ki kuklalarımıza eləyərdik, amma məsələn biz onda görürdük də onu.
elə uşaqlıqdan görərdin ki, uşaqlar misal üçün heyvan üstünə daş atardın, ya nəsə də belə kobud rəftar eləyərdin. O elə qışqırardı ki, podezdə ki, heyvanlarla mərhəmətli olun da. Geyim bu forma ən sadə, yəni ən hazırlıqsız, ən sadə, ən belə necə gəldi deyək də geyindiyim bir forma. Amma bu da qeyri-adidir. Özü o mənə tutduğu kimi başqasını görsənmir. Elə bir ki, hər paltarın öz insanı var. İndi mən də elə başa düşürəm ki, ən ağıllı insana dəli deyirlər. Dəli də sözün düzünü deyirəm ki, düz hərəkət edir. Bu nədir ümumiyyətlə? Paltardır, geyimdir, nə libasıdır bu? O Uğura Doğru konsertində geydiyi geyimdir. Bu da maraqlıdır əslində. Ətraflar ki, layihələr geydiyi ayaqqabıdır. Bu ayaqqabılar mənim ayağıma heç olmaz. Uğur böcəyidir, görürsüz. Lalə Seyçanın hazırı, bacısı. Hal-hazırda Siyəzən rayonundayıq. Elza Səhcahanın doğulduğu bax həyətdəyik. Əmisi oğlu burada yaşayır. Birazdan məhz onun doğulduğu evə də gedəcəyik. Elza xanımın əsli Xızı rayonunun Dərəzarat kəndindəndir. Atası Nuri kişi gözəl insanlardan biridir. Anası Seyçan xanım olub. Nənəsi Səmərruh xala tar çalıb da Səmərruh xala deyəsə, yoxsa qarmon çalıb. Qarmon çalıb vaxtı ikən. Şəhərə köçmək mod idi, dağların əksəriyyətində var. Anam mənə dedi ki, ay qızım, bizim bir qohumlar var. Şərafəddinin qızı Seyidcahan. Bəs gəlsənə onları gətirək, onlar qoy Siyəzəndən köçüb gəlsinlər bura. Onun 4 qızı var, sən köməklik elə onun qızları oxusunlar. Dedim mən nə olar ana gəlsin. Sumqayıtda tanış bilişim çox idi. Kasıbçılıq olub, çətin olub. Axır belə nə bilim, nəsə çətinlik çəkiblər. Özdəki tək atası işləyirdi də, anası işləmirdi. 4 qız da bir-birinin dalınca elə bir ki, bax, 1 yaş yarım aralarında fərqləri var. Atası çıxdı getdi o yana da. 4 dənə qızı oldu dalbadal, dedi qız istəmirəm. Getdi, orada öldü. Bəs harda dəfn olundu bu? Elə orada qaldı da, daha Rusiyada. çıxmadı, nə gəlmədi. Elzanın özünün də xəbəri yox. Hər yerə axtardılar, sonra çıxmadı. Atası da sənətkar idi, ev remontu zadla belə məşğul idi. Belə imenno işlədiyi yer yadımda deyil, işləməyib. Anasını işə düzəltmişəm. Anasını Sumqayıtın, o Bakı Sumqayıt yolunda fabriki var idi. Onlara da 8-ci mikrorayondan ev verdilər. Allah babanıza rəhmət eləsin. Sağ olun. Allah onun əllərinizə rəhmət eləsin. Sağ olun. Onun məzarı hardadır? Oldu bu sualları mənə niyə verirsiniz? Soruşma. Onu anama verərsiniz də o sualları. Siz Sumqayıt şəhər 2 nömrəli musiqi məktəbində neçə il işləyirsiniz? 28 ildir. O vaxtlar bizlə bir yerdə işləyirdi, sonra o konservatoriyaya daxil olduğuna görə buradan ayrıldı, getdi orada Bakıda oxudu. Çox yaxşı insandır. Mən onun haqqında pis heç nə eşitməmişəm. Doğrudan düzgün tərbiyə görmüş qız. O Elza xanım, mənə bu gün onun 45 yaşı var, o bu gün anasından çəkinir. Deyir ki, anam bizi oğlan kimi böyüdübdü. Saçımızı oğlan kimi kəsirdi ki, heç kim baxmaz. Ona orta məktəbdə ona deyirdilər, Sərxana bənzədirdilər. Mərd, bax, hücum çəkirdi balaca boyuyla. Görün onu itələyirdilər. Gedib yıxılırdı, durub bir də gəlirdi adamın üstünə ki, sən düz eləmirsən. O bir də haqq sevən qızdır. 4'ü də elədi ya, təkcə Elza yox. Həm də səbri var. Gözləyər, bax belə, kim nə deyər, nə eləyər, birdən görsən elə atçılar, elə partlayar ki, məsələn, artıq hamını sustura bilər də. Elza xanımı elə bir 90-cı ilin əvvəllərindən, bir 94-95-ci illərdə o bizdə işləyib. Təxminən yadımdadır. Musiqi müəlliməsi kimi elə bir konservatoriyada işləyirdi, əlavə də gəlib bizdə işləyirdi. Onların ailəsi kimi zəhmətkeş Azərbaycanda ikinci bir ailə tanımıram. 2 otaqlı balaca otaqları var idi. Səliqəli? Çox səliqəli, çox təmiz. Gözümü açanda anamı görürəm ki, elə gecə-gündüz yatmır da işləyir. Gecə səhərə yaxın da yatsa, səhər 9-da, 8-də oyaqdır bu adam. Mahnı bəstələyir, mahnılarını yazdırır. Verilişlər, rayonlar. Elə bu neçə gün ərzində mən görürəm ki, elə mən də oyuna getmişəm neçə gündür. Bütün günü rayonlardayım.
Neçə gündür heç demək olar ki, vaxt olmur elə maşında, mən sürürəm, bu da maşında yatır, yolda qayıdan. Divan üstü kırışdırırdılar. Görürsünüz, mən bunları heç işlətməmişəm. Hə, sabun iyi. Hə, sabun. Bunların almışam da, yəni ki, ev yığan xanımam. Hanıma ki sandığı olmadı. Ay, gör sandıqdan O nələr vaxtın şərfidir, yoldaşınızın şərfidir. Hə, görürsüz balıqdan. Görün, necə mən etibarlı xanımam. O vaxt bunlar dəbdə idi. Özü tam təzə diyor. İndi bunlar yenidən dəbə gələcək, görürsüz. Göyən təbii görür. Bəlkə aksesuar kimi istifadə edirsiniz? Valla qalıb da indi ola bilsin hansısa bir var. Mən atamın da var idi ondan. O bizim uşaqların qoyurlar, kaleskalarını. O vaxtdan Bəli. Ay oğlum, mənim geyimlərim də var burada. Süfrələr görürsünüz. Baxın, baxın. Necə gözəl. Demək Gülşən bu boyda oldu. Buna bax. Bu boyda mənim qızım. Gəlin paltarı. Ay Allah, mən bunu necə saxlamışam? Sizin əynimiz olmaz mı? Atamız var. Hansı evladınız? Bu Əlişbər. Bu da Əlişbərdir, amma bu isə Gülşən olsun. Üzüm mənim. Ay Allah, девочка. Buna bax, yazır. 20'si. Saat 9'da olub səhər. 9'a qalmış. 9-cu ay. Başladı.